Füzuli rayonunda 1993-cü il təvəllüdlü Mədəd həmyerlisi Vüqara xəsarət yetirib. Hadisə ötən ilin yanvarın 30-da rayonun kəndlərindən birində baş verib. Mədəd həmin gün saat 19 radələrində kənddə yerləşən yaşadığı evin həyətinə gəlmiş həmkəndlisi Vüqar ilə aralarında olan borc məsələsinə görə, yəni zərər çəkmiş şəxsin ondan borcunu istəməsini bəhanə gətirib, onun sifət nahiyəsinə yumruqla 2 dəfə, yerdən götürdüyü şüşə materialdan olan boşqabla alın nahiyəsinə 1 dəfə, daha sonra isə təsərrüfatda istifadə olunan bellə sağ ayağının topuq nahiyəsinə 1 dəfə zərbə vurub. Mədədin barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü ümumi təhlükəli üsulla və ya xulqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Mədəd ona elan olunmuş ittiham üzrə özünü Cinayət Məcəlləsinin 127.2.1-cü maddəsi ilə təqsirli bilməyib. O, Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə özünü günahkar sayıb. Mədəd ifadəsində göstərib ki, zərər çəkmiş Vüqarla eyni kənddə yaşayıb, onunla heç bir düşmənçilik və ya ədavəti, həmçinin qohumluq münasibəti olmayıb. Məlum hadisə günü saat 19 radələrində işdən çıxdım və yaşadığım evə gəldikdən sonra həyat yoldaşım Tahminə tanımadığı bir nəfər şəxsin bizə gələrək məni soruşduğunu, nar şərab istədiyini dedi. Mən əvvəllər nar şərab satmışam, lakin son illər satmadığım üçün həmin şəxsin kimliyi ilə maraqlanmamışam. Həmçinin səhhətimdə problemlər olduğu üçün yataq otağına keçdim, həyat yoldaşıma yatacağımı dedim. Mən soruşan olsa evdə olmadığımı deməyini bildirdim deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs deyib ki, bundan təxminən 10-15 dəqiqə sonra kiminsə onu soruşduğunu, həyat yoldaşının isə onun evdə olmadığını söyləməsini eşidib. Bu vaxt həmin şəxsin həmkəndlim Vüqar olmasını mənə məlum oldu. Vüqar evin 2-ci mərtəbəsinin girişində olan kiçik ölçülü otağına girdi. Həyat yoldaşımdan mobil telefon nömrəsini istəməsini eşitdim. Tez evin yataq otağından çıxdım. Qonaq otağına çıxan zaman Vüqar adlı həmkəndlimin sərxoş vəziyyətdə artıq evimin qonaq otağında olduğunu gördüm. Əsəbləşərək yaşadığım evə gəlməyinin səbəbini soruşdum. Həmin şəxs ilk öncə nar şərab almaq üçün gəldiyini dedim. Ona artıq nar şərab satmadığımı dedim. Vüqar başqa işinin olduğunu deyən zaman əsəbləşərək ilk öncə üzərinə getdim, yumruqla Vüqarın sifət nahiyəsinə 2-3 dəfə zərbə vurdum. Vüqarın evin dəhliz hissəsindən çıxardım. Həmin vaxt o sinəmdən tutduğu üçün əlim ilə onun kənara itələdim və oradakı şüşə materialdan olan boşqabı götürərək alın nahiyəsinə vurdum. Vüqarın baş nahiyəsindən qan axmağa başladı. Həmin vaxt Vüqar evin 2-ci mərtəbəsinin girişində, yəni pilləkənlərin üzərində oldu. Bu vaxt əsəbləşdiyim üçün Vüqarın yenidən döymək istəyən zaman əlim ilə onun sinəsindən itələdim. O evin 2-ci mərtəbəsinə çıxmaq üçün istifadə etdiyimiz pilləkənlərdən yerə yıxıldı. Mən Vüqara nəsə olub olmamasına baxmaq üçün onun yanına gedən zaman ünvanıma nalayiq ifadələr işlətdiyi üçün evin həyətində olan beli götürdüm və onun üzərinə gedən zaman həyat yoldaşım beli əlimdən aldı. Vüqar yıxıldığı yerdən duraraq axsaya-axsaya həyətdən çıxan zaman onun sinə nahiyəsindən yenidən yumruqla bir zərbə vurdum. Bu zaman Vüqar həyətdən çölə çıxdı, yerdə oturaraq ayağının sındığını dedi deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs ifadəsində onu da qeyd edib ki, Vüqarı öldürmək kimi niyyəti olmayıb, sadəcə olaraq yaşadığı evə sərxoş vəziyyətdə gələrək həyat yoldaşından mobil telefon nömrəsini istədiyi üçün onu döyərək cəzalandırmaq istəyib. Təqsirlənmiş şəxs özünü Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bildiyini və barəsində konstitusiya və suverenlik ili münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının tətbiq edilərək cinayət işi üzrə cinayət təqibinə və cinayət işinin icraatına xitam verilməsini istəyib.
İş üzrə zərər çəkmiş Vüqarın sözlərinə görə Mədədin ona 26 manat borcu olub. Ondan hər dəfə borcunu istədim. Mədəd qısa müddətdə qaytaracağını söylədi. Sonuncu dəfə, yəni baş vermiş hadisədən təxminən 10 gün əvvəl Mədəddən mənə olan borcunu istəyən zaman o əvəzində nar şərab verəcəyini dedi, deyə o ifadəsində göstərib. Zərər çəkmiş qeyd edib ki, məlum hadisə günü saat 19 radələrində kənd ərazisində olan zaman Mədədin yaşadığı evin həyətinə gedib onu çağırıb. Həmin vaxt Mədədin həyat yoldaşı çölə çıxaraq onun evdə olmadığını, məni niyə görə axtardığını soruşdum. Mən də cavab olaraq Mədədin borcu olduğunu, əvəzində nar şərab verəcəyini dedi. Oradan çıxaraq öz yaşadığım ev istiqamətinə getdim. Bundan təxminən 1 saat sonra kənd arasında Mədədin anası Cəmiləni gördüm. Oğlunun borcu olduğunu, hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu qaytarmadığını dedim. Cəmilə də oğlunun evə indi gəldiyini, mənə olan borcunu gedərək özündən almağımı bildirdi. Bundan sonra yenidən Mədədin yaşadığı evə getdim. Onu çağırdım. Həyat yoldaşı da Mədədlə birlikdə çölə çıxdı. Mədədə mənə olan borcunun əvəzində nar şərab verəcəyini dediyini, həmin nar şərabı verməyini dedim. Bu vaxt Mədəd mənə olan borcunu qaytarmamaq üçün anidən səs-küy salaraq həyat yoldaşım üçün olan onlara gəldiyimi dedi. Mədədin həmin şəxsdən sonra əsəbləşərək ona öz iradımı bildirdim. Bu vaxt Mədəd yumruqla sifət nahiyəmə 2 dəfə zərbə indirdi, həmçinin şüşə qabla başıma zərbə vurdu. Zərbənin təsirindən yerə yıxıldım. Mədəd bundan sonra orada olan beli götürərək sağ ayağıma zərbə vurdu və sol bel sağ ayağımın topuq nahiyəsinə dəyərək mənə xəsarət yetirdi, deyə zərər çəkmiş şəxs ifadəsinə belə yekun vurub. Füzuli rayon məhkəməsinin hökmü ilə təqsirləndirilmiş şəxsin əməli Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin məcəllənin 127.1-ci maddəsinə tövsif edilib. Konstitusiya və suverenlik ili münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1 və 1.16-cı bəndləri tətbiq edilib, təqsirləndirilmiş şəxsin barəsində olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilmiş şəxsin barəsində bu cinayət işinin üzrə seçilmiş polis nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilib. Bundan başqa Şirvan şəhərində 28 yaşlı oğlan arvadına xəsarət yetirib, hadisə ötən ilin sentyabrın 3-də baş verib. Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Xəlil həmin gün saat 23 radələrində sərxoş vəziyyətdə yaşadığı evdə arvadı Səidə ilə mübahisə edib. Aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş. Mübahisə zamanı yumruq və təpik zərbələri ilə arvadını vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. İş üzrə izahat verən Xəlil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, 2019-cu ildə Səidə ilə rəsmi nicaha daxil olub, həmin nicahdan bir övladı olub. Sentyabrın 3-də işdən çıxdıqdan sonra bir miqdar spirtli içki qəbul etdim. Sonra saat 23 radələrində evə gəldim. Həmin vaxt evdə mən və arvadım Səidə olub. O içkili evə gəlməyimə görə irad bildirməyə başladım. Mən də onun bu hərəkətlərindən əsəbləşdim və onunla sözlə mübahisəyə başladım. Həmin vaxt sözlə mübahisələrimiz daha da şiddətləndi. Bu zaman əsəblərimi cilovlaya bilmədim və Səidəni bir əl zərbəsi ilə vurdum ki, sakitləşsin. Sonra gördüm ki, mübahisələrimiz daha da pisləşir. Bu səbəbdən heç bir söz demədən evdən getdim, deyə o ifadəsində göstərib. Şirvan şəhər məhkəməsinin hökmü ilə Xəlilin barəsində Milli Məclisin 19 dekabr 2025-ci il tarixli amnistiya aktı tətbiq edilib və o Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən aparılan cinayət təqibinə xitam verilib.